Salam, hər vaxtınız xeyir olsun. Yeni bir mənzil çəkib sizə təqdim edirəm. Xırdalan şəhərində yerləşir, Heydər Parkı ilə üzbəyüz yerləşir. Bura mənzilimizin qonaq otağıdır. 3 otaqdan ibarət bir mənzildir. Mənzil əşyalı şəklində satılır. Ümumi sahəsi 125 kvadratdan ibarətdir. Burada mətbəxi yerləşir. Geniş bir mənzildir. Burada eyvanı, birinci eyvanı yerləşir. Gözəl bayra baxışı var. Burada gördüğümüz kombi aparatı yerləşir. Gördüyümüz kimi Heydər Parkı. Bəzən sayğacını görürük. Səliqəli təmiri var mənzilin. 20 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir. Sanitar qovşaqlar ayrı-ayrılıqdadır. Və asma tavanla yığılıb. Geniş belə bir sanitar qovşağı var. Və burada yerləşir giriş hissəsi. Giriş qapısını görürük. Girişdən sağda geniş belə bir şkaf yığa bilərsiniz. Belə bir giriş hissəsi var. Tam yaşayışlı bir binadır. Hal-hazırda sənəd şirkətin müqaviləsidir. Burada isə digər otaq yerləşir. Belə bir geniş otaqdan ibarətdir. Və buradan da eyvana çıxışı var. Burada belə bir geniş eyvanı var gördüyümüz kimi. Və gördüyümüz birbaşa Heydər Parkına baxır. Üç otaqdan 4 otağa düzəlib mənzil. 125 kvadratdır. Burada bir otaq olub, geniş otaq. Buranı 2 yerə bölünüb burada. Və 4 otaq kimi ev sahibi düzəldi. Burada da sonuncu otaq yerləşir. Bölünsə də genişdir. Mebel dəstələri rahat sıralan sığışır. Təkrar edirəm, Xırdalan şəhərində Heydər Parkı ilə üzbəyüz 20 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir. 125 kvadrat, qiymət 147.000 manatdan ibarətdir. Bugünkü bazara görə də çox əla bir qiymətdir, yeri də əladır. 125 kvadrat, 147.000 əşyalı. Linkdə nömrə qoyulacaq, həmin nömrə ilə əlaqə saxlayırsınız. Bu və yaxud da digər evlərlə, mənzillərlə bağlı sizə ətraflı məlumat veriləcək. Kanalımıza abunə olursunuz, videolarımızı bəyənirsiniz ki, yeni evlər, mənzillər çəkdikcə bildirişlər gəlsin, yeni evlərimizlə, mənzillərimizlə tanış ola biləsiniz. Bugünə bu qədər, sağ olun.